Narsistlə olan münasibət sağlam münasibət sayılmaz. Narsist münasibətdə qarşı tərəfə sevgi, hörmət, dəyər verməz. Narsist yalnız münasibətdə manipulyasiya etməyi, idarə etməyi, özünə tabe etməyi və qarşı tərəfdən özünə heyranlıq duyulmasını istəyər. Və əgər bütün bunlar görülməzsə, narsist öz partnyorunu tərk edər. Gəlin ayrı-ayrılıqda narsistin münasibətdə qarşı tərəfi tərk etmə səbəblərinə baxaq. Hansı hallarda narsist partnyorunu tərk edir? Birinci, əgər narsist qarşı tərəfdən emosional olaraq bəslənə bilmirsə və qarşı tərəfin ona heyranlıq duymasını görmürsə, o zaman narsist öz partnyorunu tərk edir. İkinci, əgər narsist münasibətdə üstünlüyü, nəzarəti itirmişsə, o zaman tərk etməyi bir üstünlük göstəricisi olaraq görər və partnyorunu tərk edər. Üçüncü, əgər narsist partnyorunun sağlam sərhədləri olan biri olduğunu görərsə və onu manipulyasiya edə bilməyəcəyini düşünərsə, o zaman narsist münasibəti və qarşı tərəfi tərk edər. Əgər narsistin həyatına yeni bir insan daxil olarsa və yaxud da yeni bir insanı alarsa, var olan münasibətini bitirər və partnyorunu tərk edər. Əgər narsist münasibətdə nəzarəti itirmişsə, artıq qarşı tərəfi idarə edə bilməyəcəyini görərsə, o zaman münasibəti bitirər. Əgər narsist yaratdığı ideal imic, belə deyək ki, maska əgər düşərsə, o zaman öz partnyorunu tərk edər. Bu tərk edilmə, narsist tərəfindən tərk edilmə sizin münasibətə layiq olmadığınızı və yaxud da pis bir insan olduğunuzu və yaxud da nələrsə yanlış etdiyinizi mənasına gəlmir. Sadəcə olaraq siz narsist tərəfindən tərk edilməyiniz artıq onun tərəfindən sizin manipulyasiya və idarə edilə bilməyəcəyinizin göstəricisidir ki, siz bundan sonraki həyatınızda daha sağlam münasibət yaşaya bilərsiniz. Əgər sizin də münasibətinizdə bu hallar varsa, bu əlamətlər görülürsə, o zaman münasibətinizi yenidən nəzərdən keçirməyinizi tövsiyə edirəm.